Bismillahirrahmanirrahim. Əzizlərim, bahar fəsli artıq astanamızdadır. Təbiət yuxudan oyanır və bütün gözəllikləri ilə bizləri salamlayır. Bu münasibətlə mən də baharın gəlişi ilə sizi təbrik edirəm. Belə gözəl günlərdə, xüsusilə də mübarək Ramazan ayında yeri vardır ki, insan qohum qardaşına, yaxınlarına isti münasibət göstərsin, qayğısını çoxaltsın. Eləcə də bu ayda yada salınası insanların siyahısında ömrə duranlardan biri də yetimlərdir. Atasız, anasız insanların qapısını döymək, qapısını açmaq, onlara baş çəkmək, onlara yardım əli uzatmaq Peyğəmbərimizin sünnətindəndir. Belə ki, Həzrəti Rəsul Əkrəm buyurub, hər kəs bu mübarək Ramazan ayında bir yetimi əzizləyərsə, Allah Teala da qiyamət günündə həmin şəxsi əziz tutar. Hər kəs hər hansı bir kimsəsiz insanın, yetim insanın bütün təminatını ödəyərək onun borc xərclərini verərsə, onu çətinlikdən azad edib qurtararsa, ona yardım əlini göstərərsə, behişdə mənimlə bir yerdə olacaq deyə Həzrət Peyğəmbər Əkrəm iki barmağını belə göstərmişdi. Hər kəs də rəhmət üzündən, ürəyi yanalıq üzündən, qəlbi kövrəklik üzündən, mehribanlıq üzündən hər hansısa bir yetimin başını əl çəkərsə, hədisdə vardı ki, Allah o yetimin başında olan tüklərin sayı qədər həmin şəxs üçün savab və həsənə yazar inşallah və behişti həmin şəxsə vacib edər. Nədənsə həmişə yetimlərdən söz düşəndə tarixdə yetimlər atası adı ilə məşhur olan Həzrəti Əmir-əl-Müminin Əli ibn Əbi Talib ağamız yada düşür. Fürsətin azlığından istifadə edərək mən Əmir-əl-Müminin yetimlərə qarşı olan münasibətləri barəsində çox da burada söhbət edə bilmirəm. Lakin ağanın həyatında o qədər zəngin olub ki, bu barədə qalın kitablar yazıblar. İstəyən tapar. Allah bizi yetim yesirin qədrini bilənlərdən, onlara hörmət edib, bu bahar fəslində onların da qışını bahara çevirənlərdən qərar versin.